Mən bugünkü söhbətin ünvanında yazdığım ayrıca məqalədə olan mətləb təkrar olmasın deyərək, burada yeni bir nüqtələrə toxunacağam. Əvvəldə bizim milli istəklərimizin və hərəkətimizin qarşısına çıxan şiddət növlərindən söz açılacaq. Burada Johan Galtungun 1930'da doğulmuş Norveçli camiəşünas sosiologun düşüncələrindən faydalanacağım. Sonra şiddətlərə göstərdiyimiz əksül əməlləri, təpkiləri izah etməyə çalışacağım. Ondan sonra Amerikalı rəvanşünas psixolog Erik Bern'in 1910-1970 transaksiyon analizi, yani qarşılı rəftar, davranış təhlilini açacağım. Danışığın 3-cü hissəsində John Bowlby 1907-1990 tərəfindən teorizə olan insanlar arası güvəncili və güvənsiz bağlılıklar haqqında söhbətim olacaq. Sözün sonunda məruz qaldığımız şiddətə qarşı göstərilən hərəkət tərzlərinə diqqət çəkib, öz aramızda olan rabitə və ilgilər problemlərinə qısaca toxunacağım. Əsasda bizim xalqımızın qarşısına çıxan şiddətin iki üzü var. Biri çox aydın və üstü açıqdır. Məsələn, onda ki, türkü dili Azərbaycan mədrəsələrində qadağan olur. Milli haqlardan danışanı cəzalandırıb, həbsə salıb öldürürlər. Şiddətin ikinci üzü bir bünyəvi, yapı tərkibli, strukturel formadan təşkil olur. Bu şiddətə birinci dəfə müasir tarixdə Johan Galtung, sosiolog, işarə edib. Bu şiddət iqtidar və zorlamaq, insanların istəklərinin, imkanlarının və inkişafının qabağında dayanan, mübhəm və sarsıdan bir zor, onları təhakküm altına alan bir qüdrətdir. Bu tərrüz, cəbr və iqtidar vüzuhsuzdur. Heç başçısı, müşəxəs idarə edəni yoxdur. Bəlkə toplumun qərarlarına və normlarına təbdil olub və o qədər yerinə düşüb ki, çoxları ona heç məşğul və vaqif deyirlər. Məsələn, İranda savadın farsca danışmaqla müadil olması. Bəzi insanlar ona bir ad da qoya bilmirlər. Amma çoxları zamanla onun yükünü hiss edib, əziyyət çəkib və özlərin onun qabağında aciz və qüdrətsiz görürlər. Bir müşəxəs adamın və nəhadın da bəzən burada yaxasından yapışmaq olmaz. Bu zəf hissi ən qüdrətli, sardırıcı hisslərdən biridir. Təvazunu olmayan qüdrət mühasibəsi bizi çırıqdıran halda İranda Fars hakim xalqının öz güvəncini daha gücləndirir. Onların çoxu hətta bu yolda, mən o məqalədə də işarə eləmişəm, özlərinə heyran və valih də ola bilirlər. Öz kəmallarına uyğun görmədiyi nüqsanları daha başqalarına nisbət verirlər. Bu vəziyyətə bizim millətimizin çox insanları illər boyu dözüblər və onun qəbahətin çoxları hiss etməyiblər. Bəzən onlar bizə yuxarıdan baxanlarla da ayaq olub əhanətli türk-xər coçlarına gülüb və onları yayıblar. İslami inqilabdan sonra geçən 20 ilin ərzində biz amma milli şuurun rüşdünə və gəlişməsinə şahid olmuşuq. Ondan yaranan milli hərəkət illər boyu tapdalanmış həqlərin, istəklərin və hisslərin nəticəsində hələ məncə bir modern çərçivədə formalanmamış.
Bir tərəfdən böyük bir mədəni qabiliyyətlə bizim milli fəallarımız nümunə olaraq Urmu gölünün haqqında mücadilə aparırlar. Burada bəzi gözəl hərəkətlər Urpada keçən ekoloji fəaliyyətlərdən heç dalı qalmamışdır. Başqa tərəfdən bir sıra düşüncələr, yazılar və fəaliyyətlər təəssüflə mədəni və sosial qabiliyyətlərdə keçmir. Mən bu mətləbə qayıdacağam, amma ondan öncə ikinci teorini transaksiyon analizi, yəni qarşılı rəftar davranış təhlilini ortaya atmaq istəyirəm. Bəlkə elə bu söhbət işarə etdiyim problemi də biraz aydınlaşdıra bilər. Bu mətləbi birinci dəfə teorizə edən Amerikalı rəvanşünas psixoloq Erik Bern olub. Bu fikrin əsasında insanların şəxsiyyətində, karakterində 3 təməl mənlik, ego vəziyyəti var. Valid, ata-ana mənliyi demək, baliq və yetişkən mənliyi və uşaq mənliyi. İnsanların qarşılı irtibatında uşaqlıq çağının böyük izləri var. Erkən çağlarda başdan keçirilən təcrübələrin çoxu insanın beynində qalıb zəbt olur. Bir uşaq 5-6 yaşında ata-anası ilə yaşadığı anlar, öyrəndikləri onun sonralar valideyn mənliyində hifz olur və öz əksini tapır. Valideyn mənliyinə aid olan xasiyyətlərdən bunları saymaq olar. Alnı qırışlandırmaq, işarə barmağı başqalarının tərəfinə uzatmaq, əlləri belə vurmaq və iltifat zamanı başqalarının başını oxşamaq. Danışıqda bu xasiyyətə məsələn belə cümlələr aiddir. Sən hər zaman gərək, sən icazən yoxdur, sənə mən neçə dəfə demişəm, mən sənin yerinə olsaydım, Rəşidlik və baliq mənlikdə irtibat qurulan zaman başqa tərəf maraq göstərilir. Daha o valideynin yuxarı qovzadığı müəllim barmağından xəbər yoxdur. Danışıqda bu xasiyyətə belə cümlələr aid ola bilər. Mən belə düşünürəm, mən belə zənn edirəm, necə, nə qədər kəlmələri işlənir? Yəni, öğüt vermək və yol göstərmək yoxdur. Çox sual verilir bu mənlikdə. Uşaqlıq mənliyi bədən hərəkatında və rəftarda özünü belə göstərir. İnat etmək, titrəyən dodaqlar, ağlamaq, küsmək, hirslənmək, ayaqları yerə döymək, çiyinləri yuxarı qovzamaq, yerə baxmaq və s. Onda söhbət anlarında belə bir cümlələr işlənir. Məsələn, itaət zamanı baş üstə deyilir. İnat və israr zamanı mən bunu onu istəmirəm, mənim xiyalıma deyil, mənə nə, mən dözənmərəm, hər şey tez olmalıdır. Biri yuxarıdan valideyn kimi başqa tərəfə baxıb onunla danışanda bəzən uşaqlıq çağının üzüntüləri, incimələri və qorxuları yenidən dirilə bilər. İnsanın bu uşaqlıq hərəkatını, duyğularını irtibatla anlamaq lazımdır. Onların içərisindəki uşaqla danışıb, onun nazını çəkib və onu oxşamaq gərəkir. Amma bu, o insanların işidir ki, qadir olalar, başqaların hissiyyat və duyğu dünyasına yaxınlaşıb, onları yaxşı başa düşələr. Halşinas olalar, dərd, ortaqlığı, duyğudaşlıq xasiyyətləri olar. Yoxsa iş inada çəkəcək, nəticəsi küsmələr, ağlamalar, üsyanlar və bəzən ruhsal cərahətlər və xəstəliklər olacaq. Bizim çoxlarımızı bu keçmiş uşaqlıq aləminə atan amillər var. Faz şövinizmi biz ilə irtibatda və danışıqda
öz ata-ana mənlik xasiyyətləri ilə bizi bir çətin vəziyyətə salır. Mən onların bir neçə valideyn öğütlərinə və nəsiyyətlərinə burada işarə edirəm. Onların xan babaları deyək milli haqlardan danışan zaman bizə üz çörüb bəsit dilə tərcümə etsək belə deyir. Oğul, sən nə istəyirsən axı? Bax, sənin həqqin və mirasın başqa uşaqlardan daha çoxdur. Qacar şahları da səndən, sizdəndir. Bugün də kasabın şorbası hamıdan çoxdur. Ayətullah Xamneyi də səninkidir. Amerikada bir sıra ata-babaları revanşnaslar helikopter valideyni adlandırırlar. Onlar addım başı uşaqlarının yanındadılar. Hətta danışqaha, universiteye ad yazdıranda da onların əllərindən yapışıb ora götürürlər. Bizim bu gruha bənzəyən oxumuş Fars valideynlərimiz öydü bizə belə olur. Mən yenə sadələşdirib tərcümə edirəm. Bala, yaxşı diqqət et. Məndən uzaqlaşma. Hara ayrılıb gedirsən? Bax Avropa İttihadiyyəsinə, onlar hamısı bir yerə yığışıb, bir-birinə yardımcı olub güclənirlər. Sən yolunu ayırıb öz başına qalmaq istəyirsən. Özünü təhlükəyə salacaqsan. Hətmən dostlarımızın bir çoxu İrəc Mirzə şairin Əli ilə Hovuz hekayəsini xatırlayırlar. Həman be Əli qofd madərəş ruzi be kənarı hovuz məro. Deyir, özünü təhlükəyə salıb evin hovuzuna yaxınlaşma. Ki Əli də bildiyiniz kimi heç sözə baxan uşaq deyilmiş. Bu söhbətlərdə baba uzaqdan baxarsa da əlbəttə ki daha güclü və böyük rolu var. Nəsihət verən əslində babadır. Axirdə də Bətçəcan hərfi madərət 5-no deyərək bala anavın sözünə bax. Amma ona baxmayaraq sorumlu o zavallı anadır. Qudrətli Fars atası da başqa atalar kimi nəsihət verib gedib çayxanada qəlyanın çəkəcək. Yenə bizim bir sıra ağıllı babalarımız var ki, Tarix Nadir kitabın minlərcə yarıya qədər oxumuşlar. Onlar da klasik sünnəti solculardır. Bu ata-babalar sənə deyirlər, yenə sadə tərcümə edirəm, bax balam, sən haqlısan, sənə yetişən olmayıb, payını da almamısan. Amma düz, mənlə ayaqlaş, bir sıra bizə bədhesab borcu olan adamlar var. Həman kapitalistlər. Onlardan alarıq, sənin də səhmin yerində. Əlbəttə onlar bu öğüdü bildiyiniz kimi həqlərin istəyən qadınlara da verirlər. Sözə baxmayan uşaqlara əlbəttə cəza da var. Onda ki söhbət bitir, şirin dil daha faydasız olur. Məsələn, əvvəldə belə eşidirik, sən böyük qardaşsan, ailənin, İranın başısan, deyirlər. Allaha bax, payını ayırma. Bu sözlərdən sonra böyük babalar çomağa çıxarırlar. Onda eşidirsən ki, ayağı bu qapıdan eşiyə qoysan, qıçını sındırıram. Sən bu böyük ailəni pozamasan. İş bu yerə yetişən zaman, yəni başqa tərəfin içindəki valideyn bizi bir uşaq sayaraq içimizdə olan uşağı xədab etsə, onunla neçə surətlə qarşı-qarşıya dayanmaq olar. Məsələn, bir baba oğluna deyən zaman siqarı tərk etməlisən, insanın zatında balıq və rəşidmənlik bəlkə belə cavab verir. Mən fikir edirəm, sən mənim sağlığımın niyaranısan. İnşallah çocuğudur. Amma mən siqarı tərk etmək qəsdim yoxdur. Lütfən bu qərarı mənim öz ixtiyarıma qoy. İçəridəki uşaq amma dilə gəlsə ya itaət edib, olsun deyəcək, ya küsüb inad edəcək. Cavab onda da belə ola bilər. Sənə bunun heç dəxli yoxdur. Sən get özün əvvəl qəlyanını tərk et.
Sabahdan da sənin acılığa bir paket yox, ikisini çəkəcəyəm. Bəlkə tiryək də çəkdim. İndi mən üçüncü teorinin, yəni insanlar arası güvəncli və güvəncsiz bağlılıq üstünə geçmək istəyirəm. Bu fikrin sahibi John Bowlby, İngilisli rəvanşünas psixoloqdur. O, Charles Darwin'in teorilarının əsasında öz görüşünü formalaşdırıb. Darwincə hər insanda bir davranış, rəftar sistemi yer alıb ki, tənazu bəqanın, bəşərin həyat davamının qarantısıdır. Uşaq anadan olarkən bir qabiliyyət və ehtiyacla doğulur. Əmniyyəti üçün özünü ən yaxın insanlara bağlasın. O sonralar həyatın davamında da bu rabitə bağlılıqlarını hifz etməyə çalışır. Bu bağlılıq növü, tərzi və qüvvəti ata-ananın münasibəti ilə uşağa nisbət formalaşır. Ata-ana onların atifi, ruhsal ehtiyaclarını yerinə yetirib iqna və irza edən zaman onlar bir güvəncli bağlılığa sahib olurlar. Bu sahədə əskiklik olan zaman onların bağlılığı ata-ana, çevrəyə və başqa insanlara güvənsiz bağlılıqdır. Bu çeşitli bağlılıq formalarını keçmiş 20 il ərzində rəvanşünaslar araşdırıblar. Bu yolda uşaqların ilk günlərini Məhdi Kudəkdə, uşaqlar bağçasında gözaltına alıblar. Güvəncili bağlılığı olan uşaqlar anadan ayrılan zaman, anaya bağlılıq daha maraqlıdır, qısa ağlamakları olur, amma anaları gedəndən sonra uşaq bağçasında çalışan pedaqoqların təsəllisinin əsasında rahatlaşırlar, oynamağa başlayırlar. Ana dönüb bunları alan zamanda onun qucağına qaçıb böyük sevinç göstərirlər. Onlarda bu güvənc var, lazım olan zaman anaları gəlib onları alacaq. Güvəncsiz bağlılıqda müxtəlif formalar var ki, mən burada hamısını bir yerə yığıram ki, söhbət çox uzanmasın. Bu uşaqlar anadan ayrılan zaman ya heç narahatlıq göstərmirlər, oyuna qaçırlar. Ana geri dönəndən sonra da ona heç diqqət göstərmirlər. Və ya anadan ayrılanda çox qorxu göstərirlər, qışqırıb qapıdan eşiyə qaçmaq istəyirlər. Bəzən yanındakı başqa insanları da döyüb, onlardan təsəlli qəbul etmirlər. Anaları dönəndən sonra ya ondan möhkəm asılıb heç buraxmaq istəmirlər və ya ona qarşı çox acıq və xuşunət göstərirlər. Bu uşaqlıq zamanında yaranan bağlılıqlar bizim bir ömür irtibatlarımızı və onun tərzin başqa insanlarla müəyyən edir və özümüzə güvəncimizi formalaşdırır. Onun yanında transaksiyon analizində işarə etdiyim uşağın birinci təcrübələri çevrəsi ilə qarşı irtibatlarda onun mənliyində və karakterində böyük və dərin izlər salır. Biz bugün də hər yaşda olarsaq da içərimizdə həman uşaqlarıq ki varıdıq. Bizim özümüzə güvəncimizin, etimad və nəfsimizin dünyəvi yapısı uşaqlıqda yaranır. Qarşılıq irtibatda onda ki başqaları və cəmiə, toplum strukturu bizimlə yuxarıdan valid mənliyi ilə danışır, bizi bir ömür ruhi cərahətli insanlar edir. Yalnız mədrəsənin birinci günündə etdiyin təcrübə ki, sənin varlığı və hüviyyətini daşıyan dil, dərdə dəyən deyil və onu qırağa qoymalısan. Yeni dildə də, yenidən də ağzını açanda təməssürə məruz qalacaqsan, yetər ki, öz güvəncini, dünyaya güvəncini əldən verəsən. Yalnız bunun əsasında. İndi bu açıq və gizli şiddətləri başa düşən yurttaşlarımız bu zora dayanmaq istəmirlər.
Bu arada bu vəziyyətin qarşısında keçən hərarətli hərəkətlər və danışıqları əlbəttə ki, anlamaq olar. Bizim hələdir, hətta fars ziyalıları ilə söhbətlərdə onlar bizim ehtiyaclarımızı başa düşmürlər və ya düşmək istəmirlər. Ruhsal yaralar bu vəziyyətdə sağalmır. Vazihdir ki, ata-babalar deyərkən zorla gözəllik olmaz və zor qapıdan gəlirsə şəriət bacadan çıxar. Onun üçün də bizim bugün möhtəşəm milli və mədəni hərəkətlərimiz yaranıb və güclə yayılmaqdadır. Amma indi nə etmək? Mən bir ictimai islahçı kimi yol göstərən deyiləm. Amma bir rəvanşünas kimi belə vəziyyətlərdə insanların çeşitli rəftar və təpkilərini qısaca izah etmək istərdim. Baxın, əziz və hörmətli dostlar, xüsusən hərarətli cavanlarımız və ya cavan qalmış yaşlılarımız. Biz üç cürə karakterlə, çətinliklərlə, problemlərlə yanaşırıq və yolumuzu seçirik. Bu üç yol getmə tərzlərini rəvanşünasda bir kiçik misalla izah etmək olar. O da belə ki, insanların özlərinə güvəncini onların basaraq xiyabanlarda və küçələrdə görmək olar. Onlar ki, güvənsiz və acizdirlər, görürsüz o qarşıdan gələn cəmiyyətin önündə doğuşan kimi o tərəfə bu tərəfə atılıb, başqalarına hər zaman yol verib, öz yollarını gedən bilirlər. Bir sırada insanlar var ki, buldozer kimi nə sağa baxır, nə sola baxır, nə qadına, nə yaşlıya, nə uşağa və düz zorla itəliyə yolunu açır. Üçüncü dəstə var ki, yolunu başın yuxarı tutub, sinəsini qabağa verib, gülər üzlə davam etdirir. Heç tərəfə qaçmır, amma aciz insanlara yol verir. Sevgililər qol-qola gələn zaman onların qarşısından qırağa çəkilir. Bu ikinci və üçüncü dəstənin arasında böyük təfavüt var. İkinci dəstə xəşin və aqressiv olan insanlardır. Üçüncü özlərinə güvənci olanlardır. Lütfən bunların fərqində olaq. Bir mübariz Azərbaycanlı məncə yaman yoluza ehtiyacı yoxdur. Yetər ki, istiqamətlə yoluna davam etsin. Biz istilaçıların və şüvinistlərin silahları ilə onların qarşısına çıxmamalıyıq. Rasisti hərbələr rasizmin cavabı deyil, əziz dostlar. Eşyəşliyənə it demək, başqa tərəfin səviyyəsinə əmməkdir. Biz diqqət eləyək, bir xuşunətli, saldırgan və mütəariz toplumda boyatan insanları. Edam bayət gərdət, nabud bayət gərdət şüarları canımıza yatıb. Edam olsun, məhv olsun. Neçə il bundan əvvəl İranın futbol timinin mürəbbisi bir Yugoslavi idi. İranlılar bu oyunu uduzandan sonra sıp xiyabanlarda şüar verib bağırırdılar ki, filan kəs, yəni o mürəbbi edam bayət gərdət, edam olmalıdır. Almanda Spiegel qəzetəsi zərafatca bu haqda yazmışdı ki, lütfən əvvəl başqa yolları imtihan eləyin. Bu zəvallını işdən də çıxara bilərsiniz. Dəlilsiz deyil ki, səhər tezdən insanları cəlsəgillə dara asan zaman, gecə yarısı çoxları onun canlı şahidi olmaq üçün uxcaların bağlayıb yola düşürlər. Edam zamanı toxum çıtdanır, paxla və çondur satırlar. Belə bir fərhəngi biz oxumuş adamlar olsaq da beynimizdə daşırıq. Çox şeyləri nəqdə çəkəndən sonra da bəzən böyük bu miras özünü bir tərəfdən nümayişə qoyub göstərir. Deyirlər, İslam Peyğəmbərinin zamanında biri Əbu Cəhlin yanına gəlib deyir, nə xiyalsız burada oturmusan.
Peyğəmbərin səhabəsi bütün müqəddəs sayılan otlarımızı Kəbədə dağıdıb məhv etdi. Əbu Cəhl ondan soruşur, gerçəkdən hər şeyimi? O biraz fikirləşib cavab verir, yalnız Həcərül Əsvəd yerində qalmış. Əbu Cəhl deyir, bizim o mirasımız yerində qalarsa, nigarançılıq yoxdur. Onda hələ uduzmamışıq. Təəssüflə biz Həcərül Əsvədləri hələ beynimizdə daşırıq. Amma məni daha çox narahat və nigaran edən bizim başqaları ilə yox, öz aramızdakı xəşin və mütəariz rabitələrdir. Nə qədər rahat bir-birimizə çirkin töhmətlər vurub yaman yoğuz deyirik. Azərbaycan kəlməsinin Z hərfinin formunun üstündə böyük mücadilə aparıb Z hərfini biz düşündüyümüz şəklində qəbul etməyənlərə böyük töhmətlər vururuq. Başqalarına xiyanət ittihamına qədər taarruz edirik. Məncə birlik hamı bir söz deməkdə deyil, bəlkə güc əlvanlığı yaşamaqda, yaşatdırmaqdadır. Dünya yalnız toleransla başa düşülər və idarə oluna bilər. Məncə cədəllərimizdə başqa tərəfin və özümüzün uşaqlıq payını da unutmayaq. Mən danışığımda diqqət etməliyəm nə qədər söhbət tərəfinin uşaqlıq hissəsinə toxunuram. Mənim özümün nə qədər uşaqlıq mənliyim inciməkdədir. Balıq səviyyələrdə, haralarda danışıq gedərsə, o səviyyələrin qüvvətlənməsi lazımdır. Mən sözümü daha çox uzatmaq istəmirəm və burada əziz dostlarımızın nəzər və görüşlərindən faydalanmaq istəyirəm. Hövsələ və diqqətiniz üçün hamınızdan minnətdaram. Çox sağ olun. Mən çox təşəkkür edirəm bu dostlarımızın söhbətə qatışmasına və nəzərlərinə. Çox maraqlı söhbətlər, nüktələr danışıldı. Mən çalışacağım bu üçün çox mövrididir, qısa cavab verəm. Bu ki, bizim özümüzə güvəncimiz, bunun zəif olması, ərəblərdən, kürdlərdən azya çoxdur, dəqiq bilmirəm mən. Bəlkə də bizlərdə çox ola bu zəif. Çünki kürdlər bir cürə hər hal onlara da çox zülm olub, onlar da çox şiddətə məruz qalıblar. Amma onların o integrasyonu İran toplumunda indi nə bilim, bəlkə bundan ki, onların da hər tərəfdən belə bir söhbətlər var ki, bunlar bizdənlə ayrı-ayrıdılar filan. Bəlkə onlarla o rəftarlar, davranışlar fərqli olubdur. Amma biz o problemimiz budur ki, biz böyük bir quruhuq İranda, yəni millətlər arasında. Bilirsiniz, şamlısından böyüyü bizik cəmiyyət ləhazından. Amma heç zaman bizim qudrətdə səhvimiz olmayıbdır. İndi deyirlər ki, məsələn, Ay Xamneyi ilə Musavi Ərdəbili filan xəlxalı, bunlar sizdəndir, amma siz deyirsiniz ki, biz heç yer əlimiz çatmayıb. Bunlar bildiğiniz kimin heç zaman bizim millətimizin nümayəndələri olmayıblar və bizim o əlaqimizdən, istəklərimizdən, milli hərəkətlərimizdən difa eləməyiblər. O Marksistlər arasında vardı, deyədilər, xastgahı təbəqatı və paygahı təbəqatı. Yəni bu ki, bir təbəqədən biri qalxır,
Amma yəni demək olmaz üçün bu məsələn özü fəhlə idi, elə fəhlələrdən difa eləyəcək, onların xeyrinə bir iş görəcək. Və ya çünki pulu çoxdur, sərmayədar idi, kapitalist idi, ona görə başqalarını əzəcək. Bizim təhqirimiz çox olub, bizə gülmələr, danışmağımıza, ondan sonra şuurumuza tohinlər məncə daha çox olubdur kürdlərdən. Ərəblər yenə də onlar da çətin vəziyyətdə olublar. Amma bizim o problemimiz o böyük ümum tapıb İranda və hər yerdə o tərh olması hər tərəfdən o ruhi fişar gətirib bizə. Elə ağzını açandan mən o söhbətdə işarə elədim. Elə mədrəsəyə gedirsən, əvvəliminci yəni bərxord, sən kontaktın oldu. Getdin məsələn Təbrizdən, Azərbaycandan çıxdın, getdin Tehrana, elə ağzını açanda güləcəklə biləvə. Ondan sonra da səhərdən axşamaca elə xoş söhbətləri bunların coşların deyəcəklər, güləcəklər bizim haqqımızda. Və bu əlbəttə ki bir narsisti bir ruhiyyə yaradıb Fas millətinin içində. Mən o məqalədə işarə eləmişəm. Bunlar onda ki özündən bir əşhasın, biz əlbəttə əşha deyilik, amma onlar yuxarıdan elə görürlər. Özlərindən əşhasını tapan zaman onda özlərini böyük hiss edirlər. Yəni birin o öz izzəti nəfsi, etimad nəfslərinə, öz güvənclərinə bunun faydası var. Onda ki, başqasının səkkəlinə gülürlər. Və bu narsizmin də dərvaqə böyük xəstəlikdir İranda, Fars millətinin arasında. Buna da tarix də düzəldiblər, fərhəng də düzəldiblər, hikayələr də düzəldiblər. Bəli, bu ki bizim 7000 il tariximiz var, nə bilim, bu təməddünümüz olub, o təməddünümüz olub, böyük kuruşumuz olub, o dostumuz danışan kimin. Və mən öz yerimdə heç zaman bu narsisti müsabiqələrə, bu yarışlara qarışan adam deyiləm. Çünki çox müzhik bir şeydir bu dastanlar və mən tövsiyəm öz dostlarımıza da budur ki, diqqət eləsinlər öz güvənclərinə, özünə güvənci olan insanlar heç zaman lazım deyil ki, hey özün izah edib, özündən difə eləyib, tədafi bir mövzuya varid olar. Yəni, vaxtı ki biz bilirik nəyimiz var, nəyik, o yetər. Siz ona diqqət eləsəz, məsələn, uşaqların tərbiyəsində də. Görürsünüz ki, məsələn, o ata-ana ki, zəifdir, ya bir idarənin, məsələn, müdürü, rəis olsun. Səhərdən axşamaca qışqırar, hey tozih verər, hey bəhs elər. Amma biz şeyləri bunlarla bəhs eləmişik. O ata-ana da, o da o rəis də ki, qudrətlidir, özünə güvənci var, bir kəlmə deyər, çıxar gedər və iş olmalıdır. Bunlarla, biz bunların indi ziyalılar olsun, siyasət mədarları olsun, biz bunlarla bəhslərimiz çox olubdur. Heç lazım deyil, indi biz gələk sabit eləyək ki, bizim tariximiz bunlardan yuxarıdır. Bizim dilimiz bunların dilindən yaxşıdır, qudrətlidir. Lazım deyil biz əslən bu tədafi mövzuya gedək.
Bunların əslən dili bizim dildən də çox yaxşı olsun. Hər dil öz yerində gözəldir. Bir dil, bir dünya, iki dil, iki dünya, onu da olsa 10 dünya olur. Bir pəncərədir, bir dil pəncərədir bu dünya. Onun üçün mən o Əkbər Gənci ilə o bir bəhsim olmuşdu. Mən onun axirində bir cümlə yazdım. O da budur ki, o öz şairləri Sohrab Sepehdən nəsəbəm şayət bezəni fahişə az şəhri Buxara beləsə. Bunun belə bir şeiri var. Əslən nəsəbimiz nədir, hardan gəlmişik, Moğollar nə cür olub, özümüz var idik, yox idik, tariximiz nə zaman başlayıb. Əslən bunlar heç dəxli yoxdur bizim bugünkü müasir yaşayışımızda və hüquqlarımızda. Biz bugün insan haqları çərçivəsində bir millət olaraq öz haqqımızı istirik. Bunun da heç bəhs yeri yoxdur. Haralıyıq, nə cür millətimiz təşkil olub, haralardan gəlirik. Bunlara məncə qarışmamaq lazımdır. Çox xülasə bunlar bilməsi lazımdır. Biz bir 30 milyonluq heç olmasa təxminən, heç kim dəqiq bilmir, bir millətik və haqqımız var öz taleyimizi özümüz təyin edək. Və bunların bu öğütləri mən danışığımda işarə elədim. Bunların bizə səlahiyyətləri, bunu belə eləsəz yaxşı olar, diqqət eləyin, əmandır. Soldan başlayıb sağaca, səltənətçidən, nə bilim, liberalinaca. Bunları biz öz mühasibələrimizə, hesablarımıza qatmamalıyıq. Və bir dostumuz soruşurdu bu rəvanşinaslar ki, bu xasların bərnamələrində var. Əlbəttə, bunlar gəlir orada. Rəvanşinaslar da həmən o köhnə falçılar kimindir. Yəni, oturub bir yerdə deyir, arvadını boşa, ərindən ayrıl. Bu da bunların səliqəsidir. Belə bir şeylər, yəni mən rəvanşinas olaraq heç zaman, heç insana özümə bu icazəni vermərəm ki, deyəm, ayrılmalısan, qalmalısan, onu da 5 dəqiqənin içində. Amma bu ki, bir rəvanşinas bir yerdə danışa, indi ya o ictimai məsələlərin haqqında ola, bizim öz aramızdan və yain ki, bu sayaqda, amma keyfiyyətli bərnamələr olar ki, insanlar öz məsələlərini orada tərh eləyib danışalar, əlbəttə ki, kömək eləyən olar. Bunların, bu noxoşluqların indi biz adım paranoya qoyaq, narsizm qoyaq və ya o iki şəxsiyyətli insanlar deyək, bunların bu özlərin yuxarı görənlərin haqqında Fars millətinin içində olan ünsürlərə hər halda bu bir sağlam rabitə başqa insanlarla, başqa millətlərlə deyil bunların rabitəsi. Və bunlar özlərin hər zaman, yəni hətta Avropada, Amerikada yaşayan insanları da özləri qürbətdə, nə bilim, fərz eləyin Almanda məsələn, o faşizmlə, rasizmlə bərxorda olandan sonra da, özü hiss edəndən sonra da bu təhkirlər nə qədər vaqən çirkin bir şeydir, sədmə vurandı insanlara, yenə bu işləri görürlər və özlərinin hamıdan yuxarı görürlər. Mən bir yerdə, bir kitabxanada
vardım neçə il bundan qabaq. O Almanda Günter Grass onda o Nobel caizəsini aldı. Sonra burada bir durmuşdu orada. Neçə nəfər İranlı idi. Bir Tehranlı vardı. O deyir ki Kontagras da şey aldı. Nobel caizəsi aldı. Mən deyim Kontagras da Güntagraz'dı. Dedi baba elə həmandır da. Bütün bu Almanlar o başarmırlar, ü deyirlər. Yəni bunlar hətta bizim həqqaniyyətimiz yox. Başqalarının özlərindən çox təməddünlü millətlərində, Avropalıların da o şəninə qail deyirlər. Özlərindən aşağı bilirlər. Hər halda bu böyük bir mərəzdir. Dediyim kimi adın hər nə qoysaq qoymuşuq. Mən də amma həm o məqaləmdə, həm bu danışıqda bir dostumuz işarə elədi ki, başqa ünsürlər də var, illətlər, nədənlər də var və biz bunu hamısını bir qalibə salmağımız düz deyil. Haqlıdır bu dostumuz. Mən də heç qəsdim burada bu deyildi. Yəni mən öz tərəfimdən, o özüm düşündüyüm o fikirlərdən, öz işimin rabitəsində bir seri bu cəhətləri ki, ağlıma gəlirdi, tərh elədim burada və çalışdım bir izahlar olsun. Və təbii ki, başqa ünsürlərində tarix ləhazından filandan çox önəmli yeri var. Amma hər halda bu tarix müsabiqəsinə bunlarla varid olmaq himayətdir mənim üçün. Yəni heç zaman lazım deyil ki, biz bunların səviyyəsinə nüzul eləyək. Mən fikir edirəm, sualların neçəsinə cavab verdim. Bəli, bir sualda o axirdə danışdığımız dostumuzun sualı idi ki, fars dilini yuxarı bilirlər bir seri Azərbaycanlılar. Yəni bu neçə keçmiş illərdə fərq eləmiş insanların, bizim yurttaşlarımızın fikirləri. Amma baxın, vaqən bunlar bir böyük hücum, fərhəngi hücum, milli hücum eləmişlər bizim əleyhimizə və yenə də edirlər əlbəttə. Və farsi dilini hakim eləmişdilər, eləyiblər bütün sahələrdə. Yəni onda ki, görürsünüz Rza Şah zamanından məsələn, hər kimin ki farsı savadı olmuşdu, dövləti işlərə varid eləmişdilər. Sonralar da Azərbaycanlıların içində hər kim ki sərbazxanada yaxşı fars danışırdı, onu dəcban edirdilər. Və onlar ki, özlərin media sahəsində də tərh eləmişdilər, hamısı farsı danışanlar olmuşlar. Yəni bizi o qədər o yoldan çıxardıb çırıqdırmışdılar. İndi də öcürdü. Siz diqqət eləsəz, bizim bu qədər düşüncəli insanlarımız var. Amma bunların səsini harada eşidirsiniz? Çox azdır. Bir yerdə danışıb özünü tərh eləyən hələ də qorxularımız var. Bir tərəfdən onlar bizi hesaba qoymurlar. O başqa bir məsələ. Bir tərəfdən biz özümüz də cürət eləmirik. Yəni, bu sahədə o öz güvəncimizi daha çox ələ almalıyıq. Mən mikrofonu qeytərirəm günə və dostlarımız fürsət olsun, mən nəzərlərindən faydalanım. Mən bir
o nüktə var idi söhbətlərdə əksüləməl. Mən heç zaman mənzurum bu deyildi, biz əksüləməl göstərməyək. Yəni biz o haqqımızdan difə eləməliyik və onda ki, danışmalı sözümüz də var, gərək danışaq. Mən o Əkbər Gəncəyə yazan o məqaləni yazırdım. Bir seri dostlarımız məsələn deyirdi, baba, bunlara o qədər gərək zaman ayırmamaq, yəni bunlar özlərini çox mühüm görərlər filan. Amma elə də, haradakı sözümüz var, sözümüzü tərh edəyək, fəqət o müsabiqələrə qatışmayaq. Yəni bunlar iddialarında baxsaz bu iddialara, gerçəkdən o vaqiiyyətdən uzaq iddialardır. Yəni biz də sözlər danışırlar, özlərinin moridində hekayələr düzəldiblər ki, vaqiiyyətlərə uyğun deyil. Yəni ziyalıları da öcürdür. Əlbəttə, mən danışığımda o məqalələr ki yazmışdım bizimlə bunların o ictimai rəvani rabitələrində, o müqəddəməsində də yazmışdım ki, mən heç zaman qəsdim burada bir milləti ya bir qrupu noxoş saymaq deyil. Yəni bu rəvani cəhətlər bizim bir səthdə, bir həddə qədər hamımızda var. Yəni narsizm o məmul insanlarda da var. Yəni narsizm əslində o adi halında noxoşluq deyil. Və bunların da arasında biz heç bir milləti bir parça eləyib və bunlara əhanət eləyə bilmərik, əncidə vura bilmərik. O kamilən düzüdür o söhbət ki, yəni məsələn, necə ki, birlikdə Almanların haqqında deyil, ya Yəhudların, yəni o, mən söhbətimdə də işarə elədim, biz heç zaman o rasisti hərbələrindən bunların gərək rasistlərin qabağında dayanmayaq. Əgər biz bu rasizmin altında, həcməsinin altında bu qədər çətinliklər çəkmişik, bu bizi gərək həssas eləyə dünyanın hər yerində, nə fəqət İranda. Harada rasizm var, ona qarşı olaq. Yəni bir modern Azərbaycanlı, çağdaş Azərbaycanlı çirkin ırqçılıqdan uzaq qalmalıdır, məncə. Və modern düşüncələrdə belə bir şeylərə yeri yoxdur. Və mən təkrar elədim ki, bunları bir milləti mən xas bir qalibə salmaq nəzərim yox idi. Yəni, məni yanlış anlamasınlar dostlarımız. Orada söhbətlərin birində yaxşı bir maraqlı nüktə var idi. Bu ki, Azərbaycanlılar hər yerdə vardılar, amma niyə bizim adamlarımız deyirlər? Niyə milli hissləri yoxdur? Niyə gəlib milli hərəkətə qatışmırlar, üzlərin göstərmirlər. Bunun müxtəlif illətləri var. Böyük illəti budur ki, biz qüdrətdə deyirik. Oradakı qüdrəti siyasi var. İnsanlar mənfəətinin dalısıdırlar, gedirlər o işlərin dalısısa. Gedirlər o nəhadlara, hökuməti, o orqanlara varid olurlar. Bir zaman bizim qüdrətimiz olsa, siyasi qüdrətimiz olsa, görəcəksiniz ki, gəlirlər, qaçırlar bizə. Mən bir misal verim. Mən indi
xüsusi özümə işləyirəm, amma neçə il bundan qabaq bir yerdə istihdam idim. Orada mən rəvanşinas olaraq bu istihdam olanlarla danışıq, müsahibə aparardım. Sonra orada bir dana da bir Tehrandan gələn fars gəlmişdi danışığa. Orada o işləmək istəyirdi. Sonra bu gəldi, gördü ki, mən Azərbaycanlıyam. Başladı ki, hə, nə gözəl, mənim xalaoğlumun xanımısı da Azərbaycanlıdır. Böyük dədəm də Ərdəbildən gəlmişdi. Yəni ki, filan kəslə də dostam, o da Azərbaycanlıdır. Orada yəni qudrət məsələsi idi. Yəni bilirdi ki, orada mənə türkü xər deyəməz ki, çünki bilirdi hər halda orada mən bir amiləm bunun indi iş tapmasında ya işi əldən verməsində. Bu normal bir şeydir. Yəni harda pul var, qudrət var, insanlar ora çəkilir. Amma əziz dostlarımız, öz aramızda danışaq. Onlar ki, özlərin o sistemdən qopardırlar. Gəlib üzlərini nişan verirlər. Bizlərdən olurlar. Biz onlara naqqədə hörmət nişan veririk. Naqqədə qəddanlıq edirik onlardan. Mən bir misal verim. Döktür Rıza Bərahəni. Döktür Rıza Bərahəni illər o sistemdə farsça yazıb, gözəl şeylər də yazıb, böyük işləri də olub. Bir zaman hər halda bir Azərbaycanlı olaraq öz hüviyyətinə dayanıb və deyib, mən Azərbaycanlıyam. Buna indi hər tərəfdən faslar həmlə edirlər. Biri bir kitab yazıb, bir şitab adında, kimdir bilmirəm, 500 səfə kitab yazıb, fəqət Döktür Bərahəninin əleyhinə. Biz özümüz nə yaşıyoruz? Baxın görün, nə qədər bizlərdən yazanlar var, etiraz eləyənlər var, bu şəxsiyyətli insana yaman deyənlər var. Biz bu şəxsiyyətlərimizin adamlara belə baxırıq ki, hamı gərək kamil ola, eyni bizim kimin ola. Hər kim mənim kimin olmadı, %100 o bizdən deyil. İndi baxın biz indi o məmləkətin 1/3 gərək o cəmiyyətindən olaq da. Naqqədə belə şəxsiyyətlərimiz var ki, özlərini göstəriblər, deyiblər ki, mən Azərbaycanlıyam, mən öz hüviyyətimi danmıram. Hüviyyətimə baxmasaydım da indi baxıram, nişan verirəm, üzümü nişan verirəm bir Azərbaycanlı kimi. Çox azdır. Neçə nəfər sayma olar? İndi bu bütün oxumuşlarımız bu xaricdədirlər. Yəni bu roşənfikirlər, ziyalılar, mütəxəssislər arasında indi hətta bu media aləmində tərh olurlar. 1/3 gərək bizim adamlarımız olaydılar. Yoxdular. Bu müxtəlif illətlərə görə və dediyim kimi gələn bizə qatışan şəxsiyyətlərində biz qədrini bilmirik. Özümüzə də bir dostumuz danışığında dedi, öz işgallarımıza da baxaq. Doğrudan döcüldü. Yəni, özümüzdən də biz tənqid eləməliyik. Axundzadə və ya məsələn Kəsrəvi, o mövzuda söhbət oldu. Bunlar Fransa
inqilabının təsirinin altında olublar. Bu milliyyətçilik Fransa inqilabından başlanıb və onlar ki, ziyalı olublar, mütəcəddid olublar məşrutiyyə inqilabından sonra bu fikrə qaçıblar. Və görürsünüz ki, İranda da o milliyyətçilik fikir indi 100 il deyək, 80 il deyək, 200 il deyək, belə əyaq tapıbdır. İndi tarixdə biz məsələn Rıza Bərahəni ondan danışdıq, məqalə yazmışdı. O ayrı cür tərh edir. O demir ki, niyə bunlar bizim şahlarımız pis görüblər, farsça qoyublar, danışsın, yazsın biri. Bu bizim o hökmdarlarımızın və o sistemi ki biz yaratmışdıq, onun toleransının haqqında Döstür Rıza Bərahəni məsələn yazır. Deyir ki, bunlar özləri türk olurlar, sizin istəsəydilər dilinizin qabağını alardılar da, almayıblar. Firdevsi ki, bizi Turan olaraq bütün bir milləti ihanətə çəkibdir. Bunun başını da kəsə bilərdi da Məhmud Qəznəvi, Sultan Məhmud Qəznəvi. Eləməyiblər və qərardır ki, padaşdalar təəssüfanə öləndən sonra yetişib o padaşda qapısının qabağına. Yəni, məsələni həm belə görmək olar, həm bəli, o kimyayı, yəni o beyində o nüştə ki, tərh oldu. İndi məsələn, mən bunu deyim sizə, deyirlər ki, indi bu cavan uşaqlar, bu SMS yazırlar bir barmaqları ilə. Deyirlər ki, rəvanşinaslar təxmin vururlar. Məsələn, bir 100 il bundan sonra, 200 il bundan sonra gələcək nəslin beynində o nöqtə ki, bu barmağa rəbti vardı, daha çox tərbiyyət olacaq. Yaxşı, indi heç kim bu beyni açıb baxmayıb, görək ki, indi bu fasların arasında bu ünsürlər ki var, narsist insanlar özlərimcül yuxarı görürlər. Bu indi beyində bir kimyayı, bir vakon işlərdir, bir hormonlar yaradıb və yan ki, tarixi cəmbələri var. Hər halda bu bir böyük möcəli ictimaidir. Rəvanı da olmasa, böyük möcəli ictimaidir ki, bizi gerçəkdən şahmat edib. Yəni, bu fikr çırıqdırıb bizi, izzət-i nəfsimizi xədşədar edib, etimad bir nəfsimizi aradan aparıb və danışmalıyıq bu haqda. İndi adın narsizm qoyaq ya qoymayaq, rəvanşinası qalibinə salaq ya salmayaq. Mən dediyim kimi, mən işim budur. Bu pəncərədən səy eləmişəm, çalışmışam məsələyə baxam. İnşallah ki, o sualların hamısının cavabı mən riayət elədim. Amma hər halda bundan çox söhbəti uzatmayayım. Dostlarımız da bəxtdən istifadə edə bilsinlər. Mən mikrofonu qeytərləyəm. Siz o iki məsələyə işarə elədiniz. Biri o media məsələsi idi. Gerçəkdən özürdü. O, yəni, baxın, məsələn, mən yadımdadır, o söhbətdə deyirdim, o gizli şiddət, o yerinə düşmüş təarrüz
İran camiasında. Biri də elə həman o media məsələsi idi. Mən yadımdadır, uşaqlıq zamanında məsələn biz sinamiyə gedərdik Təbrizdə. Arada görərdin ki, məsələn bir film ki fars dilində olardı da, arada bir iki kəlmədə türkü danışardılar. Həm təəccüb elərdik, həm kef elərdik ki, bura bax, türkü də danışırlar. İşim yox ki, o tartan partan da olardı o danışıqlar. Məncə, amma bu ikinci məsələ ki, biz bunlarla nə cür bərxord eləyək? Bir, məncə, bizim o ziyalılarımızın bərxordudur. Bir də həman o uşaq ki, deyirsiniz, o, məsələn, Azərbaycanda belə bir şey dedilər, neynəsin? Mən bilmirəm, mən məsələn, üzümə biri dursa, türk xər desə, mən o ehsası atifi ləhazdan nə əkləməli nişan verirəm? Zəmanəti yoxdur ki, mən də ona uyğun əkləməli nişan verməyəm. Məsələ o deyil. Biz ayrı bir sahədə danışırıq. Və o elmi bəhslərdə, bu həman siz dediniz, o media davasında. O media davasında o bir söz var deyərlər, necəsən danışım abrım aparım. Bunlar özləri öz abırlarını aparırlar. Mən deyirəm, bunların səviyyəsinə biz yemməyək. Mənzurum budur. Mən o söhbətimdə üç tərzidə o təpki bərxord belə vəziyyətlərlə o izah etdim öz nəzərimdən. Yəni, bir şey var. İnsanın, bir o zəif insanlar var, aciz, o ki, özünə etimadı yoxdur, etimad benəfsi yoxdur. O, misal mən vurdum, məsələn, Xiyavanda o şuluq çədən Xiyavandan keçəndə nəcür olur. Görürsünüz ki, o zəif adam, o ki, özünə güvənci yoxdur. Elə hər kim gəlir, çəsli kənara atılır o yana, bu yana, heç zaman öz yoluna idamə vermir. Sonra dediyim kimi, o xəşin adamlardır. Yəni, bəzən biz o xuşunət ilə etimad benəfs özünə güvənci olmağın məzlərinə diqqət eləmirik. Xəşim o şiddət göstərən bir insan, o heç sağa sola baxmaz. Elə uşağa da vurar, yıxılar, qocağa da vurar, yıxılar, özünə yol açar. Amma o tozif ediyim kimi, bu rəvan dərmanında, psixoterapida da o insanlar ki, özlərinin güvənci yoxdur, bir təmrindir bu. Ki, bunlara çıxadasan xiyavana, o şuluq xiyavanlarda, deyəsən, indi sən düz burada yolu gedəcəksən. Doğuşan kimin atılmayacaqsan, amma onu bunu da yıxmayacaqsan, düz gedəcəksən. Bu təmrində belədir ki, sən sinəvi qabağa verəcəksən, belivi düz tutacaqsan, yuxarı baxacaqsan, cəmaətin üzünə, gözünə baxacaqsan və yolu gedəcəksən. Hərdən məsələn o bir muzaiq daşı da olur, o xiyavanda. Mən məsələn deyərəm, bu muzaiq daşından da çıxmayacaqsan, hər nə olur olsun. Məgərin ki, arvad gələ, uşaq gələ, qoca gələ, onda xanımlara hörmət, uşaqlar və qocalar da ki, zəifdirlər, kənara çəkiləcəksən. Bəlilə bu müzahirin üstündə qalacaqsan. İndi biri gəlir, çox boynu yoğundur, o yol vermir, durub, məsələn. Bu təmrinin bir əsası budur ki, buraya yetişdin, nə edəcəksən? Orada bir
qala kimi, bir səxrə kimi dayanmaq lazımdır. Vaxtı ki sən dayandın, bunu bir imtahan edin. Bu küçədə, xiyabanda bir imtahan edin. Belə yolunuzu gedin. O göz kontaktınız da olsun insanlarla. Əvvələn siz müsəmməm o yolu gedəndə cəmaət özü kənara çəkiləcək. İmtahan edeyim bir. Ondan sonra mən zəif qadınlarla ki, qəddi də kiçik 50 kilo da vəzni var. Məsələn, bu təmrinləri eləmişəm. Görürsən, bir 150 kilo vəzni olan yekə kişi ki, bunun qabağından gəlir. Onda ki, bu dayanır. Elə bir ki, dediyim kimi, bir səxrə, bir qaya kimindir. O necə su, məsələn, gələr səxrənin o tərəf, bu tərəfindən yol tapar, gedər və heç bir iş görənməz. O qarşıda gələn insanlarda belə olurlar. Yəni görürsən, o boynuyon da çox güclü bir kişi də onda ki, sən dayanırsan, o təmin eləyən insan dayanır, o məcbur olur yolun ayrılsın. Yəni o insanın, məsələn, baxsaz bir yarım metrliğindən daha çox heç kim bir-birinə yaxınlaşmaz. Orada bu şeyler var, bu spiritüel insanlar filan, onlar deyirlər, nə bilim, burada bir enerji var filan var, mən ondan işim yox. Hər halda sizin yani dayanmazın, o istiqamətinizin, huzurunuzun özünün bir gücü var. Vurup yıkmak orada lazım değil. Medya davasında biri bir səfər düzəltsin Türkçü xəl, biri də bir səfər düzəltsin Facebook'da, Farsı sək. Bunlar həm uşaq oyunudur, yaxşı, onların tərəfindən böyük ihanətdir, işimiz yox. Çox çirkin bir şeydir. Amma biz də bu oyunları bunlarla oynasaq, mən öz səliqəmi deyirəm. Bəlkə də yanlışdır, bəlkə də mən ehtiyatlı adamam. Amma yolu deyil bu məncə. Sözümüzü hər zaman yerində deyək, onun üstündə dayanaq, istiqamətimiz də olsun, huzurumuzu nişan verək, başımızı da yuxarı tutaq, amma bıçaq da çəkməyək. İndi o stadyumdakı ya o uşaq ki, məsələn, Azərbaycanın bir şəhrində belə ihanətə məruz qalır, silini qoydu o tərəfin qulağının dibinə, o halətdə mümkündür belə bir şey qabağa gələr. Dediyim kimi, mümkündür mənə də qabağa gələr. Ki o hissi ləhazdan insan özün kontrol eləməyər. Yəni o bir şeydir, bir impuls olur insanda, Almanca deyirlər. Onun kontrolü bəzən çətindir. Yəni biz insan olaraq ət və qanıq, insan daşdan. Ondakı amma oturub fikirləşsən, bir şey yazırsan fərz elə, insan adi haldadır. Yəni o fişarə atifi, o impuls yoxumuzdur. O halətdə məncə biz qoyaq bunlar danışsın, abırları geçsin və biz hər sözlərimizi heç gizlətməyək də, çox aşağıda danışaq, amma o mədəni şəklidə, çağdaş, təməddünlü şəklidə. Mən belə düşünürəm. Mikrofonu qeytərirəm, sağ olun. Bəli, mən bir qısa o dostumuza ki, Azərbaycandan, İrandan zəng vurmuşdu, danışdı, şikayət edirdi ki, bəhs çox kolludur. Əlbəttə ona mən haqq verirəm. Amma biz mətləbə görə bir məqalə yazılıb, siz də o linkin vurdunuz
ora. Mən tövsiyə edirəm dostlarımız onu da oxusunlar. Sonra mən bu danışığımızda çalışdım təkmili bir söhbətlər olsun, taza bir nüştələr olsun. Bu ki, bu akademik söhbətdir, ya əvam səthindədir. Akademik o şəklində, biz burada akademik seminar yoxumuzdur. Dərdləşirik burada. Və o dərd deşiləndən sonra görürsünüz ki, çox söhbətlər olur. Hər bir tərəfdən bir şey deyir. Bəzən o danışığın o ipi də adamın əlindən çıxır. Müşəxxəsən belə bir söhbətlərdə, məsələn, rəvanşnamas söhbətində riyaziyyatla fərqlidir. İndi mən burada oturmasam, bir başqa rəvanşnas olsaydı, bəlkə başqa nəzərlər olardı bu mətləbin haqqında. Hər halda biz faydalanırıq bir-birimizdən. Burada nəzərlərimizi paylaşırıq, dərdləşirik. O önemlisi budur. Ondan sonra bu danışıqlar doğrudan da çox buruşuq bir şeylərdir. Bu ki, şiddətin qabağında biz nə yaşayırıq? Doğrudan da nüsxəsi yoxdur. Çox çətin bir mövzudur. Mən bu dostlarımızın ixtilafın bu haqda çox yaxşı başa düşürəm. Çox asan bir şey deyil. Amma dostlar, baxın, biz indi faslar bilmirəm neçə milyondur. Amma onlar da bir 20-30 neçə milyon vardılar. Biz bu qədər insanla tərəfik. Yəni o fərhənglə o cədəl mübarizə yerində. Amma tək-tək insanlar, bunlar hər halda fərqlidirlər. Yəni biz unutmuşuq, yəni bizim fərhəngimizdə, o kollektivist fərhəngidə fərd, individuum yeri yoxdur. Yəni bu ki, məsələn, biz burada oturmuşuq. Görün nə qədər nəzərlər var. Amma hamımızın işim yox. Bir dərdimiz var. Bu pişdavərlər doğrudan da köməklik eləyən də, yəni hamını bir kas eləmək, indi fars olur olsun, türk olur olsun, almanı olur olsun, xətərnak bir fikirdir bu. Və gördünüz ki, məsələn, tarixdə görürsünüz, Almanda böyük faciəyə müncəl olub. Məsələn, deyiblər ki, Yəhudi, ərz eləyim ki, bunlar qansorandılar və qansorana da hamısını əvvəl gətiriblə sahiblə biserik otaqlara, öz evində, başqa otaqlara əllərinə alıblar, yazıblar Yəhudi otağı, bir otağı. Oradan çıxadıb o ordugahlara yollayıblər, öldürüblər. Yəni, heç o ağbozuna baxan olmayıb. Yəni, onda ki, deyirsən Yəhudi, bunlar hamısı belə və öldürməlidirlər. Onda da hesab kitab olmaz. Bizə də ki, o türk xərdiyirlər, ya o məqalə yazmışdılar, o karikator ki, nə bilim, süsəriyə təşbih eləmişlər. Bizə bunlar da xətərnak fikirlərdir. Yəni, onda ki, bir insanı heyvana təbdil elədin, Yəhudlar haqqında da cürdür. Almanca bunlara deyidilər Untermensch, yəni insandan aşağı mövcud. O ki, insandan aşağı mövcud olur, onun öldürməsində, yəni o vicdan, əxlaq filan susur. Yəni, bir şey var, bir insan var, insanın o kəraməti var, onu öldürməzlər. Elə ki, deyirsən ki, bu insanlar hamısı belədir, onların qətlamı çox rahatdır. İndi şuxluq deyil, yəni bu türk xər demək, ya səriyə döndərmək bizi çox xətərnak fikirdir. Həman cürə ki, dediyim kimi, Yəhudlarla Almanda olur. Bu pişdavərlər qabaqdan qəzavət eləmək, bəlkə o əsr-i Həcər zamanı, o daş əsrinin zamanında insana yardım edən bir şeydir. Hər şey ki,
İnsanın özündən yekə olurdu, gəri olurdu, pəşmid olurdu. Yücür onu vur, o xətərdir, öldür. İndi bugünkü ağlımızla biz diqqətlə baxmalıyıq bütün ünsürlərə. Fasların arasında, Almanların arasında, Türklərin arasında. Türkiyə özü, baxın, Türkiyə bir millətdir. Amma Türkiyənin içində 51 dana böyük və kiçik qomi milli qruplar var. Mən hərdən bu Almanlılara deyərəm, baxın, indi məsələn, siz olar ki, bu piş davərisi var, hamını bir gözlə görürlər xaricləri. Deyərəm, siz fikr edirsiniz ki, Türklərin hamısının adı elə ərlidir, hamısı da dönər yiyərlər. Amma Türkiyədə dediyim kimi böyük bir əlvanlıq var və o yerlərdəki əslən əlvanlığa insanın heç o fikri yetişmir. Çox sadə görür, ağ qərə görür fəqət. O ağ qərənin içində də əlvanlıq var. İndi bu otomobil, maşın sənətində qərə rəngin, fəqət qərə rəngin 300-dən çox tonu var. Yəni 300-dən çox qərə rəng var. Amma biz o xiyabanda qərə maşın gələndə hamısını qərə görürük. Mən rəvanşnas olaraq bu həddə deyə bilirəm ki, salim, yəni rəvani bərxurd, biz özümüzlə və başqaları ilə bu səthidə olarsa ki, insanlara diqqət eləməyək, onların fərdiyyətinə və ünvanı bir nəfər individuum, bir nəfər ki, fərqi var o bizlərlə və hamını bir kasa eləsək, nə o başqalarının o ruhi, ruhsal, atifi dünyasına yol tapa bilirik, nə qarşılı insani rabitələr mümkün olar. Salim, sağlam şəkildə heç zaman mümkün olamaz bu surətdə. Hər halda mən çox istifadə edirəm bu söhbətlərdən, dostlarımızın danışıqlarından və biz qorxumuz da olmasın bu ixtilaflardan. Bu danışıqlarda bəzən, yəni ixtilaf bilirsiniz nədirdir? Belədir ki, insanda bir qorxu yaradandır. Mən o söhbət eləyirdim, o nə cür bağlılıqlar var, o güvəncili, güvənsiz bağlılıqlar. Bu bağlılığa biz insan olaraq ehtiyacımız var. Yəni bu ki, bir quruha bağlılıq. İnsan oğlu anadan olan zaman diqqət eləsəz, yapışır, hər kimi ki, yaxında görür, onun parmağından möhkəm ötülmür. Bu his hamımızda var. Onun üçün bir də məsələn, mən özümü Azərbaycanlı bilirəm, ya sizlərlə həmrəy bilirəm, yoldaş bilirəm, bir yolda gedən bilirəm. Onda ki, biraz məsələn, o nəzərlər ayrılır bir-birindən, bu mənə vəhşətə sala bilər. Diqqət eləməliyik buna. Yəni, həman o ehtiyac ki var, əl-ələ verəsən və təhlükədə olmayasan, bu bizim hamımızda əməl edir. Amma qorxmayaq. Meydan verək bu fikirlərə. Hamı da bizim kimin olmasın. İndi biri məsələn farsça yazıb, nə bilim türkcə yazıb, biri Azərbaycanın zığın belə yazır, biri elə yazır. Onda ki Azərbaycan dərdi mətrəhdir, hamımız elə o Moğlavinin sözü kimi üzüm mənzurumuzdur. İndi onu nə adda dedik, orası mühüm deyil. Bunlardan qorxmayaq və bu əlvanlıq duruldacaq bizim hərəkətimizi, bizim mədəniləşliyimizi, bizim fərhəngi olmağımızı və
o çallıqdan ki, indi o belə deyim, məsələn, o tudeyi hərəkətdə var. Buradan biz yuxarı çıxmalı, eşiyə çıxmamız lazımdır və belə məclislərdə, bu söhbətlər, belə işlərin böyük vəzifəsi var. Bu söhbətlər yayılır. O dostumuz deyən kimi media davaları var. İndi bu imkanımız var, sözümüzü yetirək ona buna. O cavanlarımız ki, İranda var, Azərbaycanda var və ya xaricdə vardı. Bunların bir yol tapmaqda, hüviyyət axtarmadadırlar. Bizim yani, onlar ki biraz baş səkkəli ağarıb, bizim böyük bir vəzifəmiz var. Ki biz bu rabitələrdə o rəftarımız, davranışımız doğrudan pişmiş bir keyfiyyət olur. Yine də çox sağ olasınız. Mən biraz da qulaq asacağım dostlarımızın nəzərlərinə. Ondan sonra xudahafizlik eləməliyəm.